Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyatı şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər. Təbii yaşayış bunun sənədləri görmə olduğu üçün heç bir yerdə bağlı olunmur. Sizin göstərişinizlə, küməyinizlə sənədlər hazırlandı. Bələdiyyə sədri Yaxanıstanlı, Firman Mixaylov, Fərid Səmədov, Neyman Mənim, Memarlıq şöbəsi Şahin, hamısı köməkli gəldi, sənədlərim yeniləndi və mən çıxarışımı aldım. Xeyirli uğurlu olsun. Sağlığınıza qismət. Qəbuldan əvvəl rayon rəhbəri aidiyyatı şəxslərlə birlikdə Qırmızı qəsəbəsində yaradılmış Vətən müharibəsi şəhidi Aydəmir Hacıyevin Bulaq xatirə kompleksinin və şəhid Ramin Abdurrəhimovun xatirə güşəsinin qarşısına gül dəstələri düzüb. Sahib Məmmədli Elçin, Şuşalı, Qafqaz TV üçün.